Bir Allah şahitdir. Ürəyim istəyir ki, muxtarın başı bədənində olmasın. Buna görə də sizə ona qarşı düşünülmədən qılınc çəkməyi məsləhət bilmirəm. O elə adam deyil ki, hesab kitabsız bir iş görsün. Düşünürəm onun geri çəkilməyi bir tələdir. Nə tələsi? Müşkül də elə bundadır. Bəlkə sizin məlumatlarınızın köməyi ilə onun noqqasından başlaşa bildik. Cənab Rıfaiyə, siz bir müddət muxtarın yaxın dostlarından olmusunuz. Yəqin ki, tədbirlərinin sirrindən agahsınız. Muxtar dövlətinin bütün ailə üzvlərini saraya aparıb ki, müxaliflərin ehtimal olunan təhlükəsindən amanda olsunlar. Belə çıxır ki, o bilirmiş ki, dövlətini təhlükə gözləyir. Və sonda nə üçün bu təhlükəni bilərək ixtiyarındakı bütün qüvvələri Mosula izam elədi? Şeyx, Əştarın oğlu Muxtarın qüdrətinin 1/3-idi ki, Mosula gedib. Muxtarın sağ-sol tərəfində olan əlaltıları muxtarladı. Əcəm Kiyan, Ərəb, İbn Kamil. Şümür, mən şübhəmin cavabını cənab Rıfayədən soruşdum, səndən yox. Muxtar sənin kimilərin şübhəsini ümid bağlayıb, şeyx. O dəqiq bilirmiş ki, bizim aramızda həddindən artıq düşkün və qorxaq adamlar var. Mən qarşımdakı düşmənimin ağlında nə olduğunu bilməsəm, qılınc çəkmərəm. Sizin niyyətinizə də mane olmayacağım. Sizin yanınızda olacağım, lazım gəlsə himayə eləyəcəyəm. Kaş ki çiyin-çiyinə duraydın, şeyx. Muxtar səni meydanın ortasında görsə, daha tez beli bükülərdi. Yox, Şümür. Mənim məsciddə piş namaz olmağım meydanda olmaqdan üstündür. Eşitdin, cənab Rüfaiyə. Sən də meydanda olmaq əvəzinə Yəmənlərin piş namazı ola bilərsən. Bu cihadın qənimətlərinə göz dikən hər kəs beyyətini təzələsin. Görəsən, əmir nə üçün heç kəslə söhbət eləmir? Niyəsini bilmirəm, İsmail. Yəqin ki, əmirin bu sükut eləməyində bir hikmət var. Kaş ki, İbrahim Mosula getməzdi. Onda nə olacaqdı? Aydındır. Qoşunun küfədə olduğu üçün müxaliflər baş qaldırmağa cürət eləyə bilməzlər. Onda təhlükəli od külün altında gizli qalardı. Harakiyan. Əmirin müəmmalı sükutu məni dəli elədi. Özü də təhlükə dolu bir gecədə. Kaş başında nə olduğunu biləydim. Elə danışırsan ki, elə bir muxtarı təzə tanıyırsan. Sən neçə illər onun yanında olmusan. Onun hər xasiyyətinə bələdsən. Bu gecə başa düşdüm ki, onu tanımıram. Nə özünü, nə də tədbirini. Kaş ki, qiyamdan sonra şəbəskimlərin beyyətini qəbul eləməzdi. İkinci Rüfaiyə olmusan, tövbə eləsən yaxşı olar. Sən mənim muxtara olan məhəbbətimi bilirsən. Bilirsən ki, başımı versəm də, onunla beyyətimi pozmaram. Amma bütün tədbirlərini göz yumlu qəbul eləmək olmur. Mənlə sən naməhrəm deyilik. Niyə əmirin bu qədər müxalifətlə neyniyəcəyini bilmirik? Sən bütün müxalifləri yaxından görmüsən. Sayları təsəvvürə gəlməz qədərdir.
İnana bilmirəm. Yəni Muxtar tələyə düşüb? Bəzən tələyə düşmək azadlıq üçün bir tədbirdir. Deməli sən hər şeydən xəbərdarsan. İnan ki, çox şey bilmirəm Şirin. Yalnız bunu bilirəm, arxın üstündən tullanmaq üçün gərək geri çəkiləsən ki, üstündən tullana biləsən. Ay Allah! Evim haraba kaldı. Nariye, Nariye. 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 Nariye özü el al. Nariye. Nariye. uşaqları yığ apar. Görün başımızı haranın Nariye. külünü tökəcəyik. Nariye. Nariye. Nariye, Nariye. Nariye. Allah muhtarı bağışlamasın. Bizi saraya getirip ki diri-diri qəbrə bastırsın. Ay Allah! Bu nə bəxtsiz talihdi. Axı bu nə bədbəxtlikdi. Sakit ol Nariye, heç nə olmayıb. Bu sözlər məni özümdən daha da çox çıxarır. Heç nə olmayıb. Gerek gəlib başımızı kəssinlər ki, sizlər buna inanasınız. Darvazanın arxasındakı bu qədər qoşunu görməmsiz? Onlar çox kinlidir. Bizi bu sarayda dəfn eləməsələr əl çəkən deyirlər. Nariye, bizim üçün ayıbdır ki, düşmənin bir hədə qorxusundan qorxub ürəyimiz getsin. Bu nədir? Sən uşaqlardan da qorxaqmışsan. Mən qorxağam. Sıçandan da qorxaq. Amma sizin kimi dünyadan bezməmişəm. Canımdan doymamışam. Yaxşı ki, bu cəhənnəmdə qalıb yanmaq istəmirəm. Məyər bu günahdır? Hə? Nariye, muxtarın geri çəkilməyi bir tələdir. Bir döyüş tədbiridir. İstəyirdi bir bəhanə ilə gizli düşmənlərini meydana gətirsin. Gətirdi də. Hövsələn olsun. Hamı tezliklə tarimar olacaq. Ölmə işəyim yaz gələr yonca bitər. Siz bu cür fikirləşin. Muxtar sizin beyninizi yeyib. Onu mən tanıyıram. Onun heç bir sözü düz deyil. O bizim hamımızı öz qüruruna fəda eləyəcək. İndi görərsən. Ömrə, onu ayıltdın ki, ağzına gələni bizə desin. Qalx özünü yığışdır. Bu boyda arvad xəcalət çəkmir. Uşaqlardan da uşaq olub. Sən ki Əyyub kimi səbirliydin Domecan. Taqətin tükəndi. Eybim budur ki açıq danışıram. Siz hamınız qorxmusuz. Amma dilinizə gətirməyə xəcalət çəkirsiniz. Qorxmağa haqqı var. Düşmən çoxdur, dostlarımız isə az. Muxtarın bu qədər müxalifi olduğunu düşünmürdüm. Bura Küfədir Şirin. Küfə cəmaatı hamilə qadınlar kimi hərdən bir yerikliyirlər. Bu gecə Muxtarın əleyhinədilər. Amma görək ruhlarının quşu sabah kimin damına qonacaq.
Şəbəs! Hardasan şeyx? Tez özünü göstər. Bir-birimizlə əhd peyman bağlamışıq. Şəbəs bu mərəkədə nə karədir ki? O məsciddə pişnamaz olmağı, bu qovuğuya qarışmaqdan üstün bildi. Sözün varsa, mən səni eşidirəm. Mən ömrümü sənin kimi itlə danışmaqla haram eləmərəm, heç vaxt. İtin nəfsi də murdardır. Düzdür, sənin kimi birini itlə müqayisə eləmək bu vəfalı heyvana təhqirdir. Sən itdən də pissən. Eşitdiniz qardaşlar. Yalancı səqəfinin qabalığını, ədəbsizlik və alçalığını eşitdiniz? Bu zalim quldurun daxili, dili kimi pis və çirkindir. Allah and olsun, qanını tökməsəz, qanınızı kasaya töküb başına çəkəcək. Ey cemaat! Tezliklə kimin haq, kimin nahaq olduğunu biləcəksiniz. Siz elə heyvanlara aldanmışsınız ki, Peyğəmbərimizin əhl-i beytini tikə-tikə elədilər. Nə qədər fürsətiniz var, evlərinizə qayıdın. Bu rəzillərin günahına şərik olmayın ki, qanınız hədər getməsin. And olsun Muhammedin Allahına. Elə bu yaxınlarda Peyğəmbər əhl-i beytinin qatilləri həlak edici əzaba düçar olacaqlar. Hansı dəliyə girdin yalancı? Türk sifətlər tələyə düşəndə o saat ağıllarını itirir, neştər və dırnaqlarını göstərirlər. Mühakimə eləməyi qılınclara tapşıracaq ki, kimin haq, kimin batıl olduğunu ayırt eləsin. Bu neyzənin kölgəsi yarıya çatana dək özünüzü təslim olmağa hazırlayın. Yoxsa mancanaqla sarayı qəbristanlığa döndərərik. Niyə cəfəngiyyat danışdın Şümür? Bizim kimancanağımız yoxdur. Mən cəfəngiyyat danışmadım bin şəhab. Nizənin kölgəsi yaraya çatana qədər mancanaq da gələr. Hələ də dostların bəziləri sənin bacarığına şübhə eləyir Şümür. Tezliklə şəkdən heyrətə keçəcəklər. Üzümüzə ağ elədin Şümür. Həqiqətən də Kufənin padşahlığı sənə layiqdir. Doğrudan da mancanağın var? Hövsələn olsun bin həccac. Hövsələn olsun. İnanırsan Abdullah? Nəyə Kiyan? Eşitmədin? Məlum mancanaq barədə danışırdı. Bu alçaqdan hər şey gözləmək olar. Yəqin ki, dünən gecə Kufənin dəmirçi və dülgərlərini zorla mancanaq düzəltməyə məcbur eləyiblər. Onda belə çıxır ki, qiyamın işi bitib. Bir iş gör Rəfayə. Nə vaxtacan boş bekar gözləyəcəyik, döyüş təbilini çalsınlar. Məsələn nə iş? Nə bilim, hayküy, yürüyüş, hədə qorxu. Nə vaxtacan yüyənimiz Zülgöfşənin oğlunun əlində olmalıdır. Nə deyim? Bəziləri miskərlikdən yalnız döyəcləməyi bilirlər, müharibədən isə qılınc fırlatmağı. Zilcövşənin oğlunun nə qələt eləməyi məlum deyil. Bu necə başçılıq eləməkdir?
Qəribə halı var. Qəribədir, elə bil kimdənsə küsüb. Bəlkə də cinlərdən kömək istəyib. Kim bilir? Qoluna qüvvət Şümür. Qoluna qüvvət. Mən Muxtarın Fatihəsini oxumuşam. Bugündən sonra canım sənə fədadır, qurbandır. Namərd əməyər, canımı səndən əsirgəsəm Şümür. Ben Həccac, gördüyün bu nəhəng bizə çox baha başa gəlib. Canını fəda eləməyin peşkəş. Zəhmət olmasa əlin cibində olsun. Onda ürəyinin mənimlə olduğuna inanaram. Nə qədər verməliyəm ki? 50 dəyərsiz dəvənin qiymətini. Necə? 50 dəvə? Bunu bir gecəyə düzəltməyiblər. Mən əminəm ki, lap çoxdan bunun tədarükünü görüblər. Sən və cəsusları necə xəbər tutmamısınız Cihan? Hə, bilməmişəm. Deyirsən neyniyim? Özümü dara çəkim? Qardaşlar, heç indi mübahisə vaxtıdır. İsmail ilə danışır ki, elə bil biz qəsdən vəzifəmizi yerinə yetirməkdə səhlənkarlıq eləmişik. Anlaşılmazlıq olmasın Cihan. Səncə bu boyda dəzgahı bir gecədə düzəltmək olar? Məndən soruşursansa, yox. Olmaz. Niyə Kiyan? Olar. Qızılın möcüzəsi ilə bir gecədə dağın yerini də dəyişmək olar. Kiyan, get qalaları boşalt. Bu daşların hər biri ən azı 10 batmandır. 10 batman daş, yəni zəlzələ deməkdir. Başa düşdün, diri-diri qəbrə girəcəyik. Mancanaq üçün tədbir görmək istəmirsiniz? Ağlına nəsə gəlib? Gəlin qalın kəndirlərdən tor toxuyaq. Ağır taxta xərəklərə bağlayaq. Hədəf atılan yerdə yerləşdirək. Torlar zərbələrin şiddətini azaldacaq. Vaxtımız olsa yaxşı fikirdir. Vaxtımız var ki, yan. Ərəb qiyamçıları sarayı salamat istəyirlər. Odur ki, mümkün qədər bizim müqavimətimizi qırmağa çalışacaqlar. Ey Qadisiyyənin varisləri! Ey Kəsranın fatihləri! Sizin damarlarınızdan Əcəmlərin qanından üstün olan Ərəb qan axır. Əcəm atəşpərəsləri
macusiləri sizin axtalanmış qılınclarınızdan ağır yaralar alıblar vaxtilə. Onlar indi sizə ağalıq eləyirlər. Sizin qullarınız. Bir yalançı əcəmlərin kinindən sizə qarşı istifadə edir. Qullarınız sizə qarşı çıxırlar, igidlik göstərirlər. Odur ki, ədaləti tələb edib, bu rüsvayçılığı ərəblərin alnından silin. Heç şübhəniz olmasın ki, Muhammedin Allahı sizin himayənizdədir. Hücum vaxtıdır. Kiyan! Düldülü yəhərlə. Hansı qüvvə ilə əmir? Biz düşmənin təqribən 1/10 qədərik. Bir də ki, nəhəng mancanaq gözətçiləri qorxuya salıb. Çarəmiz nədir Kiyan? Tezliklə bizi mancanaqlarla vuracaqlar. Gərək özümüzü onlara çatdırıb onu işdən salaq. Mancanağın zərbələrini dəf eləyə bilərik. Biz meydanın qalibiyik. Buna şəkk eləməyin. Bu Allahın əmridir. Açın darvazanı. Gördünüz? Bu naxışlı, bəzəkli ilanı harda meydanı daralmış görsə, müqamət göstərmək qeyri mümkündür. Mən nə İbn Ziyadam, nə də Bin Yezid ki, onu həbs eləyim. O dönbərin oğlunun şəfaəti ilə azad olsan. And olsun Allaha, təslim olan kimi onun boynunu vuracağım. Cənab Şümür! Cənab Şümür! Cənab Şümür! Cənab Şümür! Cənab Şümür! Əşlərin oğlu bizi mühasirəyə alıb. Necə? Axı Əşlərin oğlu Mosulda olmalıdır, Kufədə yox.
Gördünüz? Gördünüz tək deyilsiz. Allahın qoşunu köməyinizə gəlib. Gördün Şümür? Təla açıq imiş, bizsə xəbərsiz. Kaş ki nizənin kölgəsini şərt qoymazdın. Kes sesini Bineşes, kes. Özü yıkılan ağlamaz. Gerek biz geri çekilek ve dövüşü daha geniş bir meydana çekek. Kiyan, Bin Kamil, bütün qüvvələrimizlə hücuma keçəcəyik. Peyğəmbər Əhl-i Beytinin qatillərinə çatanda onlara aman verməyəcəyik. Senin meydanına taraf. Əmir! 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 Vacib sözüm var Əmir. Birdən muhtarın möcüzələrindən danışarsan ha. Ağzını partladarım. Cəsarət olmasın Əmir. Muxtar bizim hamımızı aldadıb. Olmaya gözü görünməz qoşunlarının köməyi ilə saraydan çıxıb və Zilcəfşənin oğlunu iki şaqqıya ayırıb. Elə iş görüb ki, siz buyurduğunuz kim ola bilər? Danış görüm. De görüm nə olub? Əşdərin oğlu Mosula getməyib Əmir. O Muxtarın əmri ilə Mədainin sabatında düşərgə salıb və Muxtarın işarəsi ilə özünü Kufəyə çatdırıb. Hal-hazırda böyük bir qoşunla Kufəni əhatəyə alıb Əmir. Şəbəhcan, əlimiz ətəyinə elə bir dua oxu ki, Səqəfi sehirbazının sehri batil olsun. Hara gedirsən Şəbəz? Vəziyyət gərgindir. Sən geri çəkilməsən Muxtara qalib gələ bilərik. Hal-hazırda Muxtara qalib gəlmək qeyri-mümkün bir arzudur. Muxtar siyasət əhlidir. Şümür axmaqlıq eləyib ölçüb biçmədən ona qılınc çəkdi. İnan ki, biz qələbənin bir addımlığındaydıq. Kaş ki, Şümür nizənin kölgəsini şərt qoymazdı. Eşşəklik qulaq quyruqla deyil İbn Əşəz. Muxtar bir bəhanə gəzirdi ki, Kufəni bizim üçün əmniyyətsiz eləsin. Sizin qiyamınızla o istəyinə çatdı. Məsləhət görürəm ki, qatırlarınızın quyruğunu kəsib, bacardığınız qədər tez özünüzü bəsliyə çatdırasınız. Nə fikirləşirsən Şəbəz? De, bəlkə mən də razı oldum, ha? Sahib, Şəbəsi gözdən qoymayın. Dirisini ya da ölüsünü istəyirəm.
Bəs bin həccac hardadır? Yəqin ki, quyruğunu şəbəsin quyruğuna bağlayıb və qaçıb. Gərək bu namərdlərin çürümüş kəndirlərinə ümid bağlamayaydıq. Sən nə fikirdəsən İbrişan? Bacardığın qədər döyüşəcəm. Biz çadırlara od vurmaqla yollarını bağlaya bilərik. Onda nəfəsləri kəsilər. Sahib! Get arxalarındakı keçidi bağla. Neynəmək istəyirsən, əmir? Vaxt itirmə sahib. Odu mani eləyiblər ki, qaçsınlar. Get, tez! Cənab Rufaya! Cənab Rufaya! Cənab Rufaya! Biz tələyə düşmüşük. Necə yəni? Yəni ki, aldanmışıq. Əşdərin oğlu böyük bir qoşunla Kufaya çatıb, biçə-biçə qabağa gəlir. Bizə çatmağına az qalıb, az qalıb. Bu necə ola bilər? Öz gözlərimlə görmüşəm. Şaya yayıblar ki, mələklərin qanadına minərək özünü Kufaya çatdırıb. Ya lələcəb. Mən bilirdim ki, yalançı Səqəfi cadügərdir. Onun qanını tökməyin böyük savabı olduğuna şübhəm yoxdur. Bu qovğaya yaxşı bir cavab lazımdır. Ey Osman'ın qanını alanlar! Ey Osman'ın qanını alanlar! Ey Osman'ın qanını alanlar! Susun! Susun! Bu nə şuardır? Osman'ın qanıyla nə işimiz? Tez ol, vur! Rufaya, hələ də dostluğumuza şək eləyirsən? Gözünü açıb bax. Hüseynin intiqamını istəyənlər Hüseynin qatilləri ilə bir sırada durub. Şükür Allah'a səhvimi, xətamı düzəltməyə fürsət verdi. Mən Rüfaya İbn Şətət Əlinin şiyəsiyəm və oğlu Hüseynin intiqamını alın. Hey bir Şəddad! Əşdərin oğlunun qılıncının parıltısı səni qorxutdu. İstəyirsən bizi tərk edəsən? Allah'a and olsun bu vaxtacan heç bir qılınc parıltısından qorxmamışam və əlimdə qılınc dəstəyi titrəməyib. Bu döyüş batil döyüşdü. Biz yolumuzu azıb, Muxtara qarşı bədgüman olmuşuq. İndiki yolu əyan oldu. Yolu azıb ölməyimiz rəva deyil. Biz sənin əmrindəydik. Sənin əmrinə qulaq asırdıq.
Gərək yolumuzu azmağın əvəzini ödəyəsən.
Yazdan, kömür qaçmasın. Onu təqib elə. Əgər çatsan aman vermə. Oldu əmir. Qaçdılar. Qaçacaqlar bəlli idi. Yağın törətdilər ki, qaça bilsinlər. Səhv məndə idi ki, gərək o da girəydim. Biz də özümüzü oda vurduq, amma xeyir olmadı. Mənim tərəddüd və yubanmağım onlara qaçmaq üçün fürsət verdi. Az qala özün yaralanacaqdın, müsəlman. Qaçdılar da, qoy qaçsınlar. Çox uzağa gedə bilməzlər. Nə xəbər var Ömrə? Üsyançıların hamısı geri çəkildi. Küfə qiyamçıların qüvvələrinin hakimiyyəti altındadır. Allaha şükür. Mən bilirdim ki, Allah oğlum Muxtara inayət eləyəcək. Eşitdin Nariyə? Yenə də Muxtara və tədbirinə şəkk eləyirsən? Tamahkar adamın qəbrinə. Biri yoxdur ki, mən atasına desin ki, çaqqa, sənin şirin yuvasında nə işin var? Bizim Muxtarla müharibədə nə işimiz var? Allah şümrə lənət eləsin ki, bizi qara günə qoydu. Nə qədər çənə döyürsüz, ancaq çərənləməyi bacarırsınız. Danışma, get! Tez ol! Əmir! Əmir! Əmir, sözüm var, Əmir! Əmir, sözüm var. Buyur, eşidirəm igid. Adım Delhəmdir. Bəni Nəhədin tabiçiliyindəyik. Biz sənin fədailərini yəmir. Narahatlığımız odur ki, ərəb dostlarından bəziləri bizi təhqir eləyir. Biz inanırıq ki, Əmir Muxtar qoşunda olan bütün döyüşçülərə bir gözlə baxır. İstər ərəb olsun, istər əcəm. Ərəb dostlarının arasında elələri var ki, qiyamın müqəddəs hədəflərinə xəyanət eləyirlər. Xəyanətkarların cəzası şəriətdə məlum olunub. Bu şərtlə ki, xəyanətləri sübut olunsun. Nə olub? Öz gözlərimlə gördüm. İbn Şəriki Nəhdi üsyançı əsirlərdən bir neçəsini öz qohum və qəbiləsindən olduğu üçün azad elədi. Mən azad olanları yaxşı tanıyıram. Onların hamısı Kərbəla cinayətkarlarındandır. Mane olmaq istədim. İbn Şərik mənim sinəmdən vurub nərə çəkdi ki, bunun sənə heç bir dəxli yoxdur. Pis iş görüb Dilhəm. Bütün əsir olmuş üsyançılar Muxtarın qohum əqrabalarından olsalar belə həbs olunacaqlar. Qoy məhkəmədə vəziyyətləri məlum olsun. Sahib. Bəli, əmir. Tez özünü bin şərhiyə çatdır. De ki, azad elədiyin əsirləri əli qolu bağlı təhvil verməyənə qədər bura gəlməsin. Oldu, əmir. Gəl Dilhəm. Muxtar! Ey Filli xan pəhlivanın oğlu! Biz üsyan elədik,
və zəifləri heç hesab elədik. Bizim üsyanımız qürur və xətadan başqa bir şey değildi. Biz rəqibimizi zəif hesab elədik və Allahın vədəsindən qafil olduq. Unutduq ki, Allah zəifləri yeryüzünün varisləri qərar verib. İndi biz öz nadanlığımızı, gördüyümüz möcüzəni etiraf edirik. Mən müharibə qovğasında ağ-qara atlara minmiş, sivrilmiş qılınclı süvarilər gördüm ki, Muxtarın düşmənlərinə hücum eləyib, onları darmadağın eləyib, məğlub eləyib və qovurdu. Odur ki, ey qalib, əsirlərlə mülayim rəftar elə, mülayim ol, tövbəmizi qəbul elə. Məni azad eləsən, öz qulamlığına qəbul eləmiş olarsan. Adın nədir şair? Ələhqər, Suraqət İbni Mərafiz Baqeri. Yalanın hiləgərcəsinə və şairanə idi. Bunu unutmaram. Bağışlayın əmir, bu cəmaatla neyniyim? Zindanban sənsən, məndən soruşursan. Yerimiz yoxdur əmir. Görünür bu karvanın ucu bucağı yoxdur. Mən əsir olmuş qoşunu bu zindanda necə yerləşdirim? Bu sizin müşkülünüzdür, cənab Zindanban. Sizin də müşkülünüzdür əmir. Sabahdan bu cəmaat dövlətin boynunda olacaq. Onların yemək, içmək və qorunmasının xərcləri ərşə çıxacaq. Narahat olma Zahidə. Çox çəkməz, tezliklə hər kəsdən Kərbala faciəsində elədiyi əmələ görə qisas alınır. Qalanları da öhdəçilik şərti ilə azad olunacaqlar. Məsələn, necə əmir? Siz özünüz əllaməsiz, Əbdürrəhman. Qorxuram sualınıza cavab verə bilməyim. Muxtar, siz bizə sübut elədiniz ki, ölçüb biçməmiş, hikmətsiz heç bir iş görmürsünüz. Mən ki, bundan əvvəlkindən çox sənin müridin olmuşam. Axı siz Kərbala faciəsində iştirak eləyən bu həzratlardan bəzisinə yazılı amannamə vermişsiniz. Məsələn, Ömər Sədə. Onunla nə edəcəksiniz? Axı sizin əleyhinizə üsyan eləməyib və o beyyətini sındırmayıb. Çox çəkməz, Əbdürrəhman. Ömər Səd amannaməsindəki şərti pozar. Buna əmin ol.